Birinci Türkiyoloji Qurultayın 100 illik yubileyi çərçivəsində müxtəlif kitabların çapı, sənədli bədii filmlərin çəkilməsi, gələcək nəsillərə türk irsinin miras qalması məqsədi ilə bir sıra materialların hazırlanması planlaşdırılır. Eyni zamanda iyun ayında Türkiyoloji Qurultaya həsr edilən beynəlxalq konfrans keçiriləcək. Ölkə daxili ilə yanaşı xaricdə də tədbirlərin, ölkəmizin mədəniyyət mərkəzləri yerləşən dövlətlərdə layihələrin təşkili nəzərdə tutulub. Bu barədə Birinci Türkiyoloji Qurultay, Türk xalqlarının mədəni, elmi və mənəvi inteqrasiyasında tarixi mərhələ mövzusunda Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkil etdiyi elmi konfransda bildirildi. Hesabat xarakterli tədbirdə çıxış edənlər o dövrün çətinliyinə baxmayaraq baş tutan Birinci Türkiyoloji Qurultay zamanı qəbul edilən qərarlar, Türk dövlətləri üçün mühüm məsələlər ətrafında aparılan müzakirələri xatırladılar. 100 il əvvəl Sovet ideologiyasına baxmayaraq keçirilən tədbirin Türk milli xalqların tarixində ictimai, siyasi, elmi hadisələrin, eləcə də Türk ruhunun başlanğıcı olduğunu dedilər. Türk birliyinin əldə olunmasında, Türk irsinin dünyaya nümayiş və inteqrasiyasında vacib rolunu qeyd etdilər. Bugün biz bu konferansla əslində Birinci Türkiyoloji Qurultayın 100 illiyi münasibəti ilə keçirilən toplantıları, görüşləri, konferansları başlayırıq. Ona start verilir bugün. Özü də bu çox simvolikdir, rəmzidir ki, Milli Kitabxanadan başlayır. Amma Milli Kitabxana deyəndə burada Azərbaycanın elmi, mədəniyyəti, Azərbaycanın mənəviyyatı, bunların hamısı ehtiva olunur. Yəni bizim bu sahədə çalışan ən görkəmli mütəxəssislərimiz bu konferansda iştirak eləyirlər və çıxışlarını da kifayət qədər ciddi və özlərinə məxsus tədqiqatlar əsasında təqdim edirlər. Cənab Prezidentin 100 illiklə əlaqədar verdiyi sərəncam Türk dünyası xalqlarının təmərküzləşməsində, onların əlaqələrinin möhkəmləşməsində, eyni zamanda o mədəniyyətlərimizin, ədəbiyyatımızın, tariximizin ortaqlığını ortaya çıxartmaq üçün tədqiqatların aparasında çox böyük bir rol oynayacaqdır. Və biz təkcə Milli Kitabxana olaraq 3 kitab çap eləyəcəyik. Akademiya kifayət qədər kitablar çap eləyəcək, onun institutları çap eləyəcək və bütün Türk dilli ölkələrdə deməli tədbir keçiriləcəkdir. Biz də inşallah iyun ayında çox böyük bir Türk Dünyası Milli Kitabxanaları Birliyi var və onlar hamımız birlikdə inşallah iyun ayında çox böyük bir tədbir keçirəcəyik, beynəlxalq tədbir və mənə elə gəlir ki, Türk dilli ölkələrin nümayəndələrinin həmin qurultayda, həmin tədbirlərdə iştirakı təmin olunacaq. Elmi konferansın davamında ölkəmizin Bosniya və Hersegovinadakı səfiri Professor Vilayət Quliyevin onlayn çıxışı dinlənildi. Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış Birinci Türkiyoloji Qurultay 100 mövzusunda elektron məlumat bazası təqdim edildi və digər çıxışçıların müxtəlif fikirləri və təklifləri dinlənildi.